söhbət ver. Hardan? Ama indi də elə volta yaxınlaşdın ya. Qardaş yaxınlaşdım. Əməkdaşlar oturub indi səhər tezdən getmişdim də mən. Ofis açılmamışdı. 9:15-də də ofis açılır. Aynı Sultanlı'dakı o baş ofisə getmişdim. Yəni bunlar mənə əlac eləsələr, bunlar ellərlər də. Nəsə 2 dənə işçi oturub girişdə. İndi hamıdan soruşur da nəyə görə gəlmisən? Biri deyir nə bilim filitəm, sürücü salıram. Biri deyir nə bilim blok olmuşam. Biri deyir sənədlər əlavə eləməliyəm. Böyünə əlavə eləməliyəm. Hərənin bir dənə dərdi var. Növbə gəldi satdı mənə. Salam verək, əleyhissalam. Buyurun nəyə görə yaxınlaşırsınız? Selfie blok. Yox, selfie bloka baxılmır. Başım belə fırlatdı ki, fəsədən növbəti. Konkret belə yola vermək. Dedim, qardaş, selfie blok nətər yəni baxılmır. Selfie bloka baxmaq lazımdır. Yəni mən də bilmirəm bura nəyə görə gələ bilər. Məndə konkret olaraq bir vacib desin. Dedim bir qulaq as, gör mən nə deyirəm, selfie blokdan da selfie bloka fərq var. Ay sağ ol. Dedim, yəni mən orada şəkil çəkib başqası düşməyib ki, və yaxud da lokasiya fərqi olmayıb da. Bilirəm də indi onu məsələn eləyirlər. 2 kilometr o tərəfdə. Kimsə açıb selfie blok eləyir, mən burada açıram xəttimi. Şübhəli formada, onu okey, başa düşürəm, amma lokasiya buradadır. Yəni mən bu telefonumdan bura gəlib Boltda mənə selfie həmişə necə eləmişim, bir ildə elə işləyirəm. Götürürəm telefonumu, selfie-mi eləmişim, lokasiya eyni. Dedim, ona da qardaşa baş saldım ki, Vivace Destroyer 05-dir. Proqram yazmışam Bolt, bir ildə belə işləyirəm. Ay sağ ol. Yəni bunu belə pismasın dedim, ictimaiyyət də görüb bilir. TikTok, YouTube dedim. Bəs bu açılmalıdır da, bu absurd şeydir. Yox, filan bəs məkan. Şimdi mən çəkildim qırağa, 2 nəfərdə növbəyə saldı. Mən qıraqda başlamışım bunlara. Mən deyirəm, o deyir, polis deyir, mən deyirəm, işçi deyir, o tərəfdən bir dənə var, qarışır. Şimdi belə bir dənə kip iş yarandı orada. Axırda qardaş gördü ki, yox, növbəmi verim. Təzədən 2 nəfər mənim növbəmə girdi, yox, o şimdi növbəmi verdi. Gəldim, oturdum. Eyni qaydada da indi danışdıqlarımın hamısını danışdığım orada oturan Boltun işçisi, amma iminə o qəbul eləyən, qəbul şöbəsində olan o qaqaş sağ olsun ki, normal qulaq asdı və bilirdi də, yəni bu qlobal da olmasa belə bir problem var. Zaten belə bir suması indi araşdırsan Boltun 30.000 dənə tutaq ki, qeydiyyatı varsa, onun yalan olmasın bir 50%-dən yuxarısı məncə Vivace'dir. Yəni, ortalıqda nədir? Hamısı Vivace Destroyer, Game Plus, Seal. Qalan hissəsi də nə bilim Çanqan. Ondan qalan da köhnədən qalan o bu maşınlarda Elantrası, Kia'sı. Amma kimdə olar? İndi taksi sifariş ver, ekonom, komfort fərqi yoxdur. Elə gələn maşınlar bunlardır. Nəysə sözüm onda yox. Bildim ki, yəni bilir. Dedim belə bir şey olub, dedi hə olub. Dedim bəs açılır belə bir şeylər. Dedi ki, vallahi ona zəmanət verə bilmirik. Bir də görsən açılır, bir də görsən açılmır. Ona da sən demə müəyyən səbəblər şey ola bilər də, substitute. Təsir göstərə bilər. Təsir göstərə bilər. Onlar da nədir? Məsələn, elələri olub, lokasiya fərqləri olub. Bəli, bəli, bəli. Elələri olub, necə dedi qaqaş? Bundan qabaq selfie bloku olub mu yoxsa yox, o da təsir eləyir. İndi baxırlar da ikinci, üçüncü dəfəçisi da açmırlar ki, tabi sırtıqdır. Məndə baxdı ki, lokasiya eyni. Ay sağ ol. Hər iki device-da bunun interest email-si də çıxmadı. Interestin bir ad çıxdı bu monitorçunun. Mənim telefonumu gördü. Sonra lokasiya eyni, selfie-də, şəkildə açıq-aşkar özüm düşmüşəm. Qaranlıq falan da düşməyib ki, selfie-dən nəsə şübhəli olsun. Qardaş, hər şey qaqaşın dediyi kimi tərtəmiz. Tərtəmiz. Tərtəmiz dedi ki, biz bunu aça bilmirik birbaşa. Təsdiq üçün göndərməliyik harasa. İndi yəqin ki, harasa bilmirəm. Macarıstandır mı? Estoniyadır. Harada bilmirəm. İndi qardaş güyadır, indi buna ora baxır. Ya aynaya mı gedir bilmirəm qardaş. Göndərməliyik, baxmalıdırlar. Aynı onu getmişəm, bu günlər aynı 13-üdür. Aynı onu ilə bir yerdə saysaq, onu səhər prinsipi getmişəm də. Həftənin də 2-ci günü olub, indi 5-ci gündür. 3 iş günü bu gün tamam olub prinsipi. Tamam olub. İndi bir dənə sual verir. Başa dedilər,
neçə günə geri dönüş eləyəcəksə və yaxud da ki, ümumiyyətlə geri dönüş eləyəcək yoxsa yox. Yoxsa ki, yəni 3 ola günə bilər dedi. 3 günədir. 3 günə dedi, yoxlayarsan. Hə. Bir də selfie mən bloka getməmişdən qabaq, demək mən qaldırdım bu belə telefonu. Mənə belə bir bildiriş gəldi. Hə. Bildiriş gəldi. Görüm onu tapa bilsəm. Demək həmin qaqaşa da dedim bunu. İndi o sənin sualva da cavabı orada əslində. Həm də bir sənin də maraqlıdır Nə? ki, ya ən azından o bəzi şirkətlərə gəlsəni müsahibəyə deyirlər ki, biz sizlə əlaqə saxlayacaq, sizə geri dönüş eləyəcək, amma eləmirlər. Yəni onlarda da Dedi ki, belə bir mesaj gəlməlidir. Amma bu mesaj imində mənə gəldi, girişiniz bərpa edildi. Ha. Belə bir şey olmurdu da. Bu mənə gəldi, mən selfie-ni eləyən vaxtda. Yəni mən qaldırdım belə ki, selfie eləyəm. ha ha. Gördüm arxadan vidamlayın gəldi ki, girişiniz bərpa edildi. Çatmadı, giriş bərpa edildi, nədir? Hələ indi selfie-ni eləyirəm. Sən demə elə o həmən anda elə bloka getmişdi ucu. Qaqaş dedi ki, dedim bəs belə bir şey gəlib, dedi yox, bu indi sənə. Ha. İndi atsalar əgər xəttiri, belə bir bildiriş sənin botdan gələcək. Bir daha baxa bilərik. Elə bir dənə açaq Boltun proqramını baxaq görək nə kimi bir yazı gəlir. Ya doğrudan absurd bir şeydir. Belə şeyə görə Ondan bağlama. qabaq da yəni mən support buradan proqramın özündən də dost proqramı belə bir bildiriş gəlir. İndi görəsən, bunlar yazacaqlar ya Yazmışam ama buradan deyir ki, сообщить поддержку. Bunu bura yazmışam. Birinci o Alfred sağ olsun bot cavab verir, adam yola verir. 5-6 dənə mesaj. Ondan sonra hansısa bir görür ki, bacarmır, atır hansısa nümayəndənin boynuna. Nümayəndə gəlir qoşulur, o da ki, heç nə. Oturur kompüterin qabağında, kopirovat stavit elə. Təəssüf edirik ki, bunu eşitməyə. Biz buna müdaxilə eləyə bilmərik, biz nə bilmə. Şablon elə cavablar atır. Çox maraqlıdır. Ya doğrudan konkret da yola verirlər də, yəni bildiyin yola verirlər. Yəni bunu mən birinci dəfədir sözüncü bunu eşitdim. Həm də istədim ki, bir dənə göndərim. Birinci dəfədir bunu açığı eşitdim. Dedim ki, bunu lentə aladı. Həqiqətən doğrudan absurd bir şeydir. Yəni ki, insan rahatçılığı üçün öz monitorundan istifadə edir ki, buradan sifarişləri qəbul eləsin, buradan belə deyim də sifarişləri qəbul edib icra eləsin. Sən də buna görə bağlıysan və özdə ki, orada elə bir proqramlaşdırıblar ki, deyirsən, içəri daxil olan kimi də, face control, bu açılmır, bu açılmır. Yəni, ümumiyyətlə, elə bil ki, bu işi bir sənəcə gəlmisənsə, heç soruşmadılar ki, face controlun səbəbi nə idi? Yəqin ki, sən birinci adam deyilsən də, buna görə bağlama. Gəliblər. Yəqin ki, gəliblər buna görə. Çünki mən TikTokda da paylaşım eləyirdim. Bilməm, onların ağına düşdüm, yoxsa nə? İmən də mənim sonuncu 1-2 dənə TikTokda videom kəşfətə düşdü. Baxışları 10 minlərlə baxış gəldi. Orada göstərirdim ki, mənə sifariş gəlir, qəbul edirəm. Deyirəm ki, yəni Bivazin proqramlaşdırma, Boltu da yazıram falan. Yəni bunun tipa reklamı gedirdi. Orada çox adam dajı mənim altında yazdı ki, eləmə, bloka gedəcəksən, eləmə, bloka gedəcəksən. Yəni neçə nəfər yazdı mənə. Mən də bir ildə belə işləyən adam nə deyəcəm onlara? Konkret olaraq dedim ki, qardaş, paxıllıq eləməyin də, yaza bilməmsiniz, işləyə bilməmsiniz. O demədə ki, sizdə alınmır. Yəni fakt mən bir məndə alınır. Siz mənim üçün narahat olmayın. Gəlib yazdıranlar üçün narahat olmayın. Vallahi. Elə 10 sabahsı bağladılar. 8 mart. Elə işlədiyim yerdə demək gedişdəydim. Gedişi bitirdim. Gördüm ki, xəttdən atdı. Burada yazıldı ki, vaytiv liniya. Yəni giriş elə. Vurdum onu ki, öz-özünə niyə çıxıb xətdən mən bağlamamışam axı. Vurdum xəttə daxil olub, monitora gəldi ki, selfie istəyir. Qayıtdım, belə də olanda nə edirəm mən? Qayıdıram telefonda selfie eləyirəm. Elə selfie-ni də həmin vaxtda qaldırdım ki, eləməyə. Həmən o dediyim bildiriş gəldi. Mən yenə də onun üzərindən selfie elədim. Mən bilsəydim o giriş bərpa edildi. Demə mənə blok atmışdı burada ucu olanda. Burada ucu giriş bərpa edilmişdi. Mən öz device'ıma qayıtdım, yoxsa nə oldusa. Qarşı da öz xətaları üzərindən belə bir şey absurddur. O əlbəttə ki, bu yəni ki, öz kanalımda da dedim, taksi vlogun elə bir ki ortasında oldu dedim. Mən çıxmışdım 8 mart günü. İşləməyə. Taksidə vəziyyət necədir, onu göstəreyim, gedişləri falan. Düz özü pikdəyə, saat axşam 11-də cəmaatın
Yeyib içib Oo, dağılışan ya. vaxtında. Qardaş 8 manatı da burnumdan gətirdi. Ha. İndi yəni həmin vloqda da demişəm, indi də belə də deyirəm, səslənmişəm də özlərində. Ofislərində də getmişəm. Çex Batışkaya da 3 dəfə, 4 dəfə orada elə bir ki, bir dəfə açırsan, çat açılır, sonra həll olmursa bağlanır. Ay 3-4 sağ. dəfə açmışam, görürəm ki, yox, xeyri yoxdur. O həqiqətən bu gülməli bir hadisədir ki, Hə. buna görə sən demişkən yoxlayır ki, bax qardaş, monitor sənin, avtomobil sənin və bir telefonla daxil olsan, yoxsa bir neçə dənə Yox, telefon? elə bir dənə telefon. Bir dənə telefonla daxil olsan, bir dənə də ki monitordur da, düz deyil. Hı. Bunu hardasa müəyyən eləyə bilər, mənə gəlir ki, bilməm indi bu monitorun e-mail kodu var, yoxsa necə. Yəni baxır ki, tutaq ki də məsəl gətirəm. Son 1 il ərzində sən bir dənə bu maşından istifadə eləmisən də, düz deyil, boltda. Bir dənə e-mail bu tutaq ki monitordadır və telefonlar da ki, tutaq ki, lap 2 dənə telefon dəyişmirsən. Misal üçün də insan sonra 2 il ərzində 2 dənə telefon dəyişmirsən. 2 dənə də telefon e-mail. Baxdı ki, girişlər eyni. Sən demişkən, lokasiya eynidirsə, Bəli. yaxın məsafələrdəndirsə, niyə görə insanı bloklayırsan, rahatçılığına şey eləyirsən. Və sən ən çox da gəlir ki, biz göndərəcəyik. Bəs onda yaxşı, siz ofis olaraq nəyə baxırsınız? Maraqlıdır. Yox? Çox asan məsələ. Mən hətta o qədər belə əmin getmişdim ki, ora. Ha. Mən hətta izləyicilərə səslənib dedim ki, mən gedəcəm. Ha. Nəinki öz problemlərim, problem deyil axı. Yəni bu Həqiqətən problem 2 vur 2 də, yəni 4. Hər. Hə, mən getmişdim onlara da dedim ki, belə bir problemi yerdə bilib bir avtomobillər üçün Həll eləyir. həll eləyəcəm də. Yəni onlar deyəcəm ki, Ha. məndə açdınız, okey, amma mən proqram yazıram. Ay, sağ ol. Cəmaət də bloklanacaq. Bəli. Yəni bu sırf BYD Destroyer 05-də bu məsələni yerini də bilib bağlayın 2 device söhbət. Yəni hər şey açıq da, yəni hər şey açığın əlində. Hər. Bunu elə eləyin ki, yəni bu bağlanmasın, bloka düşməsin. Çox maraqlı. İndi görək inşallah. Mən əlbəttə ki, bu videodan sonra bir dənə bilək, görək. Lap əgər açsalar, bu video çıxandan tutaq ki, yarım gün, bir gün sonra misal gətirəm də. Hələ orada yuxarıda soобщениyalarda o şey var, pin eləmək var. Bərkitmək. Bəlkə də. Yuxarıda bəlkə də işi görə bir açıldı və yaxud da açılmadı. Amma doğrudan da bu biabırçılıq bir şeydir. Mən sözüncə bu gün orta bildim danışanda telefondan sənə. Dedim ki, gəl bir dənə bunu lentə alaq. Lentə alaq ki, bu belə bir şey həqiqətən də doğrudan gülməli bir şeydir. Yəni ki, yəni danışa mən sözüncə gülürdüm. Deyirəm, ha ola bilməz, ha Türkiyəli ola bilməz. Ha nə danışırsan, zadı o görürüm ki, tam ciddi deyir. Özü birinci dedim ki, bəs məni bloklayıb o. Deyirəm, o doğrudan nə olub? Mən ilk ağlıma gələn dedim, yəqin nəsə müştəri ilə problemimiz olub. Deyirəm, düzdür ki, selfie bloka görə, selfie. Deyirəm, o selfieyə görə. Hətta dedim, qoy bir dənə sualımı verim ki, lap belə düz deyə bilirdim 100% olan deyil. Daha sonra sənə sual da verdim ki, birdən kimlərsə profili paylaşarsan da. Dedim ki, yox, qardaş, öz profilimi mən kimə verirəm ki? Ondan sonra hələ də onlar bloklayıblar, hələ də onlar o, necə deyərlər, sən doğrudan əsassızdır ya, bildiyin əsassızdır da. Yəni ki, bu nə deyir, bu hansı dövrdə yaşayırıq ki, özü sən Bolt şirkəti, yəni balaca şirkət deyil də, açığı da. Yəni bu şeyi əgər sən xırda bir şeyin qarşısını ala bilmirsənsə, ağlıma 2 dənə şey gəlir. Ya sən IT tərəfin çox zəifdir, ya da ki sən bilərəkdən eləyirsən, maşın sayın çoxdur, sən bilmirsən necəsə bunları azaltmaq istəyirsən və yaxud da qarşında tələblər qoyublar ki, yox sən tutaq ki maşın sayın çoxdur. Misal üçün də şeydir, bazarın neçə faizini ələ alanda nə deyirlər buna? Bu monopolist deyirlər. Monopoliya ələ almısan, bu anti-insar artıq sən şirkətvə qarşı nəsə bir tədbirlər görə bilər. Ya da ona görədir. Belə çıxır da, nə bilim. Başqa heç ağlıma gəlmədi. Heç sənin başqa nəsə sözün varsa buradan dinən, videonu yekunlaşdıraq. Heç nə, onlara da demişəm. Buradan deməyən, yəni mən bunu birbaşa ofisin özlərinə demişəm, orada işçilərinə də demişəm ki, qardaş, bu absurd məsələdir, bunu aradan qaldırmalısın. Mən oradan çıxanda belə ümidli oldum. Çünki qaqaş da o qəbul şöbəsində olan qaqaş, girişdə resepsiyonda olan yox, qəbul şöbəsində. Elə rahat danışdı ki, yəni sənin lokasiyan düzdür, selfie-də özün düşmüsən. Belə bir problem də var. Bu üçün də sadaladı. Dedi ki, amma deyil söz vermirəm. 3 gündən sonra yoxla. Heç qardaşım, inşallah videonun yəqin ki davamı da olar, qısa da olsa.
Allah canı sağ eləsin. Çox sağ ol. qardaş. Ən azından bundan sonra neçə min insan qarşısına çıxacaq bu video. Biləcəklər ki, belə bir şeylə rastlaşıblar. Ya bunu yəqin ki, hələlik ki, bir müddətlik Hə, bir dayandırarlar, müddətdə saxlasınlar, hə. saxlayarlar. Hə, bu videonu, yəni Boltun proqramını monitorla açmazlar. Dəqiq bir dənə son qərar olaraq bilək ki, səni vastanvet elədilər. Hə, amma bir dənə yoxsa yox? spoiler vereyim. Aha. İndi haqqa girmək istəmirəm. Bunu belə tip selfie bloklarının çoxsu açılmayıb. Amma bəziləri Hə. başqa bir yollardan açılıb. İndi onu demirəm. Çalışsınlar ki, açsınlar ki, mən də açıb sandığı, pambığı tökməyim ortalığa. Vallahi. Bir abırsılıq olacaq. Heç onu gəl saxlayaq hələ o bir videoya Hə, görə. yəni Nə deyirlər? Yaxşı. bilirik də bizdə yəni azdan çoxdan oradan buradan xəbərimiz var. Yəni taksi sürücüləri daim ətrafımızda olub, taksi WhatsApp qrupları var. Ay, sağ. Ətrafımız genişdir, böyüdür. Bakıda balaca şəhərdə bilirik ki, selfie blokları açılıb, necə açılıb. İndi onları açıb tökmək istəmirəm. Çalışsınlar ki, bu məsələni aradan qaldırsınlar. Yəni bu təhdid deyil, heç bir şey deyil. Sadəcə olaraq tələbdir. Yəni birbaşa açılmalıdır bu. Can sağlığı qardaşım. Can sağlığı. İnşallah ki reaksiyanın cavabını bildirərik izləyicilər ki, görək nə oldu. Hə, açsalar da, açmasalar da hamısını bildirmək lazımdır ki, insanlar bilsinlər. Təşəkkürlər qardaşım. Minnətdaram. Sağ olun. Sağ ol.